Mega Show Kerim'le. En la discoteca que calor, yeca, para la muñeca. Esa rubia no me entiende si yo le hablo en español, pero se aprendió la canción a la perfección. Por mi patria, por mi nación, ninguna discriminación. Aquí no hay raza ni religión, bailalo por obligación. Qué calor. Olsun değerli bizi izleyen MTV tamaşaçıları, hər kəsi xoş gördük. Sizləri də, özümüzü də. Bu günümüz çox gözəl olacaq, maraqlı olacaq, gözəl söhbətlər olacaq, pozitivlik olacaq. Bilirəm ki, sizin də xoşunuza gələcək, hələ mənim özümün də xoşuna gələcək. Və bütün bizi izləyənlər, kanalı dəyişmirsiniz, hamımız MTV-yə köklənirsiniz. Bizdə dava, qalmaqal, söz-söhbət, qeybət yoxdur. Bizdə yalnız pozitivlik var, bizdə yalnız musiqi var və danışırıq, deyirik, gülürük. Əgər bu pozitivliyə qoşulmaq istəyirsinizsə, bizi izləyin, MTV kanalını izləyin. Və beləliklə, Mega Show başladı! En la discoteca que calor, yeca, para la muñeca por favor. En la discoteca que calor. Hə dostlar, ilk qonağımız kimdir? Gözəl xanımdır, gözəl aktrisadır, sevilən aktrisadır. Hər kəs onu gözəl tanıyır. O xanım populyardır, ulduzdur. Ulduz, onu hamı sevir, hamı ona hörmət bəsləyir. Hələ mən də onu çox sevirəm. Və beləliklə kim gəlir? Gözəl bir xanımımız gəlir. Aktrisa Sona xanım Əliyeva buyuracaq. Xoş gəlin, səfa gətirin. En la discoteca que calor, yeca, para la muñeca. Esa rubia no me entiende si yo le hablo en español, pero se aprendió la canción a la perfección. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Can, Kərim canım Sağ ol. mənim. Xoş günlərdə görüşək. Mən təşəkkür edirəm. Bax bu gözəl, pozitiv verilişinə məni dəvət etdiyin üçün. Təşəkkür edirəm. İnşallah ki, verilişin uzun ömürlü olsun, xeyirli olsun, uğurlu olsun, Çox sağ olun, əzizim. reytinqli olsun, Sağ olun. baxımlı olsun və sənin buradan bax bu ekran qarşısında əyləşən tamaşaçılarını da salamlayıram. Öz gümüş vaxtlarını ayırıb sənin bax bu verilişin qızıl vaxtına calayırlar. Can. Təşəkkür edirəm Başına əzizim. dönərəm. Çox sağ Gəlişiniz ol. də bizi şad elədiniz. Təşəkkür Allah sizdən edirəm. razı olsun və səhnə sizindir, sizdən bir gözəl musiqi Ay, alaq. baş Buyurun üstə. Sona xanım. Çox sağ olun. Un gatto bianco con gli occhi blu, vecchio vaso sulla TV, nel reale fumo delle candele, due cance rosse, rosse come mele, un filtro contro la gelosia, una ricetta per l'allegria, le Celestina, ma nelle stelle, e più di dice solo cose belle, mamma, mamma Maria, mamma, mamma Maria, mamma, mamma Maria, mamma Maria, nel mio futuro che cosa c'è? Sarebbe bello se fossi in un re, così la bionda americana o si innamora o la trasformerana, ma muoio dalla curiosità, ma di non so la verità, voglio sapere se quest'amore sarà sincero, sarà con tutto il cuore, mamma
gəlib səfa Təşəkkür gətirmisiniz edirəm, bir daha. təşəkkür edirəm. Pozitiv, gördünüz? Sonra xanım gəldi, aləmi qatdı burada bir-birinə. Pozitivlik başladı. Sənin yanında necə olmalı Sağ ol. yox, Kərim. Açığı deyim, icazə verirsən, Buyur, zaten icazə bunu sizindir. vurğulayım. Biz ailəlik üçün səni çox istəyirik. Təşəkkür edirəm. əzizim. Çox sevirik həqiqətən. Sağ ol. İstər mən, istər mənim evladım, Allah sənin gürbalanı saxlasın. Sağ ol, sizinki ilə İnşallah ki, onun gözəl günlərində biz gələk canla Təşəkkür başla edirəm, əzizim. iştirak eləyək inşallah ki. Özün də bilirsən ki, mənim də ən böyük arzumdur ki, qızımın toyunu Sevə-sevə, inşallah ki, sevə-sevə. sən Bunu aparasan. danışmışıq. Çünki Da. harda sən varsansa, Da. orada pozitiv var, orada işıq var, orada mehribançılıq var, orada can deyib can eşitməyi Ay, var. laf bu siz məni utandırdınız can. Yox, Təşəkkür olanı edirəm. deyirəm, Var olanı olasınız. deyirəm. Çox sağ olun əzizim. Var olasan əzizim. Xoş oldu. İkinci qonağımız kimdir? Hə, bax, ikinci qonağım, belə deyərdik də, mənə çox doğma, çox əziz, çox içdən olan bir insandır. Veriş əsnasında mən danışacağam o insan haqqında, o insanla bizim necə doğmalığımız necə olub, necə yaranıb. Mən bu haqda hamısını danışacağam. Amma öncədən sizə deyim, mən 2000-ci illər, 1990-cı ildən düz 2001-in yanvar ayına kimi o insanın əskəri olmuşam. O mənim rəisim olub. Və nə xoş mənim halıma ki, bugün mən rəisimi, sevdiyim bir insanı, dəyər verdiyim bir insanı öz verilişimdə ayarlaya bilirəm. Doğrudan da o insan haqqında çox şey danışa bilərəm. Onun gözəl insan olduğu haqda, nə dərəcədə ali insan olduğu haqda çox danışa bilərəm və doymadan danışa bilərəm. Amma bunu veriş əsnasında sizinlə bölüşəcəm. Çox sevdiyim bir insan, mənim doğmam, əzizim, ehtiyatda olan zabitimiz, mənim rəisim, belə deyək, mənim rəisim və sevdiyim insan. Rəisim, xoş gəlib, səfa gətirmisiniz. Məzair Azər gəlir, xoş gəlib, səfa gətirib. Kərim, Can, canım bir bala. Mən ilk öncə kanalın rəhbərliyini, MTV kanalın bütün yaradıcı heyətini, o cümlədən sənin özünü ürəkdən salamlayıram. təşəkkür edirəm, rəis. Arzu edirəm ki, sənin bu verilişin uzun ömürlü olsun inşallah. Mən buna inanıram. Çünki məni o qədər təriflədin. Bilmirəm tərifə layiq deyiləm. Amma bu olan bir şey. Amma doğrudan da mən sizi çox istəmişəm. Təşəkkür edirəm. Mən sizi çox istəmişəm ona görə ki, bugün mən sənin yanındayım. Təşəkkür Mən edirəm. sizi çox istəməsəydim, mən sənin yanında olmazdım. Təşəkkür edirəm. Mən hər birinizə təşəkkür edirəm. Sona xanımı ürəkdən salamlayıram. Və baxmayaraq ki, biz o illərdə komandir, əskər olmuşuq. Amma mən səninlə indi səhnədəyəm, toylarda görüşürəm. Bəli. Bir aparıcı kimi səninlə görüşürəm. Bəli. O cümlədən xalqımıza Allahdan hər zaman toy qismət eləsin. Elə biz həmən toylarda da görüşək. Görüşək. O balaca balam var, gözəl. Onun kiçik toyunda olmuşam. İnşallah Allah mənə qismət eləsin, onun böyük toyunda da iştirak edeyim. Allah sizin balalarınızı Allah sağlasın. anana rəhmət eləsin, yeri Allah behiş rəhmət cənnət olsun. Bizim evin xanımı idi. Yəni Bəli. bizim evə gəlib gedən idi. O cümlədən sən mənim elə evladım sayılırsan. Tamam, təşəkkür edirəm. Çox sağ ol, Allah təşəkkür sizi edirəm. qorusun. Xoş gəlmisiniz bir daha rəis. Buyurun, əyləşin. Laf belə əskər vaxtlarım gəldi, düşdü yadıma. Doğrudan da nə xoş mənim halıma ki, mənim bugünkü gündə 45 yaşım var və mənim 18 yaşında olduğum bir zamanda mənim rəisim, bax, rəis də olanda gəlib belə rəis olasan, bax, belə rəis olasan. Ki, mən indi rəisimi
indiyənəcən də sevirəm, indiyənəcən də onu mən görəndə qabağına qaçıram. Ona görə ki, o bizə rəis, əskər münasibəti göstərmədi. O bizə ata-bala münasibəti göstərdi, əmi-bala münasibəti göstərdi. O bizi hər zaman qorudu, hər zaman hər kəsdən qorudu. Ona görə biz onu sevdik. O bizim həmişə yanımızda oldu. Yaxşı ki, varmısınız, rəis. Sizə Təşəkkür edirəm, Kərim. Çox sağ ol. Allah həmişə sənə can sağlığı versin. Allah ömrü və bərəkət versin. Allah Taala o qədər gözəl günlər sənə qismət eləsin ki, biz də sənin yanında hər zaman olaq. Çox sağ olun. Allah Kərim, sizi bir dənə qorusun. səndən bir xahişim Tamam, olacaq. buyurun. Xahiş edirəm. Yaşlı tez-tez demə. Deyəndə də maşallah olsun deyinən. Çünki heç demərsən 45 yaş. Maşallah, maşallah. Maşallah, maşallah. Duz çevirmək lazımdır. Canımsınız, təşəkkür edirəm. Və üçüncü qonağımız kimdir? Kimdir? Gözəl xanımdır, gözəl xanımdır. Hələ onun oxuduğu musiqilər, o xanımın ifaları, onun xasiyyətinin gözəlliyi, mən onun evinin dəfələrlə qonaq olmuşam, onun ailəsini tanıyıram, balalarını tanıyıram. Sevdiyim bir insandır. Sizlər də onu gözəl tanıyırsınız. Gəlsin, gəlsin, özdə necə gəlsin, mikrofonu götürüm. Dəyərlimiz, əzizimiz, doğmamız Sevda xanım Kazımova buyuracaq. Xoş gəlib, səfa gətirin. En la discoteca que calor. Dieta para la muñeca. Esa rubia no me entiende si yo le hablo en español. Pero se aprendió la canción. Hamımıza salam, salam. Salam aleyküm. Hamımız Sevda xoş xanım, gəlmişik. necəsiz? Kərim, Nə çox gözəl sağ olun. görsənirsiniz, Canınız- şıksınız. Sağ olun, çox sağ olun. Canımsınız, Gözləriniz gözəl sağ ol. görür. Təşəkkür edirəm. Allah sənə can sağlığı versin. Təşəkkür Uğurların edirəm. bol olsun. Ucalarda olasan. Allah qanadların üstündə nəyisə eləməsin. Balanla bir Təşəkkür yerdə, edirəm. xanımınla bir yerdə xoşbəxtlərin xoşbəxt olasan. sağ olun. Maşallah, maşallah. Komandandakı gözəl. Çox Necə sağ olun. qarşılayırlar, super, əla. Həmişə belə mehriban olasınız. Ruhunuz bol olsun, canınız sağ olsun. Təşəkkür edirəm. Allah sizi qorusun. Sizdən bir gözəl musiqi alaq, ondan sonra söhbətimizi Oldu. davam edək. Buyurun. Servetli çöllerin var, kudretli ellerin var. Birbirinden hoş geçen ayların illerin var, ayların illerin var. Servetli çöllerin var, kudretli ellerin var. Birbirinden hoş geçen ayların illerin var,
Hoş gəlib, səfa gətirmişsiniz. Buyurun Sevdə xanım, əyləşin. Musiqisi, sözləri. Ələkbər Tağıyev. Böyük sənətkarımız. Allah ona qəni-qəni rəhmət eləsin. Nisa xanımın repertuarı. Hafiz Baxış, Ələkbər Tağıyev və Nisa xanımın ifası. Bəli. İllər öncə Bəli, retro tamam mahnıda ki, yəni illər öncə bu oxunan ifa, amma siz buna yeni nəfəs verirsiniz. Mən çoxdan oxumuşam əslində. Elə imin isəm sənin verilişində bu mahnını oxuyam. Yaxşı elədiniz. Azərbaycana canımız qurban. Ona görə ki, sən Allah bilirəm ki, bütün musiqiyə dəyər verən Azərbaycanımızı oğlansan. qorusun. Allah bizim prezidentimizi qorusun. Amin, amin. Yaxşı ki, bizim doğrudan da belə prezidentimiz var ki, dəmir yumruğu Bəli, var bəli, və dediyi sözün, kəlməsinin arxasında necə lazımdır duran dəyərli prezidentimiz. Sizi sevirik, cənab prezident. Bütün xalqımız Bütün sevir. Azərbaycan olaraq sizi sevirik və bugünkü gündə də Azərbaycan sizin kimi prezidentimizlə fəxr edir. Allah sizi qorusun. Dostlar, əzizlərim, doğmalarım, bir daha xoş gəlmisiniz. Hər kəsi burada ayrı-ayrılıqda çox sevdiyim bir insanlar, sevdiyim simalar. Doğrudan da bugünkü günümüz tam maraqlı keçəcək. Hə, Sevdə xanım? Əlbəttə Ne ki. gözəl görsənmişsiniz. Sən olan yerdə nəfər olmalı. Sona xanım, teatrda vəziyyət necədir? Hansı rollarımız var? Hansı bizim səhnələrimiz var? Kərimcan, teatrda mən artıq neçə illəri yoxam, sözün düzü. Bəli, 15 il Gənc Tamaşaçılar Teatrında işlədim və təəssüflər olsun ki, bugünkü gündə tək mən yox və məni kimi çox belə, onlardan biri özündə gözəl tanıyarsan, Azər Axşamımız hələ. Valla mənim xəbərim yox idi. Nə qədər bax belə aktyorlarımız teatrsız qalıblar. Vay. Bəli, teatrın qapıları bizlər üçün nədənsə bağlıdır. Hansı teatra müraciət eləyirik, yerlər yoxdur. Bilmirik nədən. Qalır ümidimiz çəkilişlərə, seriallara, filmlərə. Yəni bu yaxınlarda mənim bir serialımda elə bir ki, Rövşən İsaqın serialı, İmtina serialı çəkilirdi. Orada Erz obrazında oynayırdım, rol almışdım. Yəni hələ ki də dəvətləri gözləyirəm də, belə deyək ki. Mənim heç bu xəbərim yoxdur Bəli. ki, siz... Biz çoxumuz o problemləri yaşayırıq, bəli Kərim. Vay. Hə, və çox qəribədir ki, məndən məsəl üçün bugünkü gündə hansısa cavanlar müraciət eləyəndə ki, biz də aktyor, aktrisa olmaq istəyirəm, valla özünüzə yazıqvız gəlsin. Çünki həqiqətən də 30 il məndən də çox, indi mən 30 il ömrümü qoymuşam bu sənətdə. İnsanlar məndən də çox, məsəl üçün 35 ildə ömrünü qoyan var bu sənətdə. Amma baxırsan ki, bir anda necə olur ki, yəni teatra lazım deyirsən. Niyə? Niyə? Mən məsəl üçün gəlirəmsə, təbii ki, mən özümlə bir yerdə tamaşaçı kütləmi gətirirəm. Niyə ki olmasın? Və yaxud da ki, eynən məni kimi nə qədər bizim tanınmış aktyorlarımız var, efirdən hamı tanıyır. Onlar da kim getsə, hansı bir teatrda çalışsa, özləri ilə tamaşaçı kütləsini gətirəcək. Amma nədənsə bunu istəmirlər, bilmirəm niyə görə. Bəs işdən necə ayrıldınız? Nə ad qoydular ayrılmağa? İşdən heç bir şey. Yəni, könüllü mən ayrılmamışam, durub yalan deyərəm. Çünki mən teatrı həmişə sevmişəm. Sevməsəydim teatrda 15 il işləməzdim. Hətta elə tamaşalarım olub ki, mən dublorsuz oynamışam o tamaşalarda. Dublorum olmayıb. Amma Mərdim Azara deyir, lənətdə deyir, Allahıma qurban olaram, torbadır məsələsi. Amma mən hər zaman deyirəm ki, Allah heç bir bəndəyə arzu etmirəm ki, Allah onun torbasını tikməsin. Bəndə nə karədir ki, tikdi, nə olsun ki? Teatrdan güya məni uzaqlaşdırdılar, Allahıma qurban olaram. Mənim kino sənətim biraz da yüksəlişə getdi də, belə deyək ki. Amma yenə də burnumun ucu göynür teatr üçündə. Çünki istər-istəməz, tamaşaçı ilə birbaşa təmasda olmağa, tamaşaçıdan o adrenalini almağa o bir başqa aləmdir. Artıq siz elə doğulmusunuz axı, Bəli, onu o istəyirsiniz. teatr səhnəsi tam fərqlidir. Bəli, həqiqətən də Kino elədir. başqa bir şeydir, serial başqa, amma teatr səhnəsi İnarsız, tam başqa. indiyənin özünə kimi də mən gedirəm tamaşalarımıza baxıram da, yəni uşaqlarımız görürsünüz ki, hamısı ya az dramada oluram, ya muskomediyada, indi Baxırda Gənc Tamaşaçılar Teatrında. O gün Şuşa Teatrındaydım. Elə
tamaşadan qabaq ki, o ki artıq deyirlər, hamı telefonları səssizə qoysun, işıqlar indi sönəcək, tamaşa başlayır. Özümdən asılı olmayaraq, elə bil mən indi tamaşanı oynayacağım. Məni bir dənə həyəcan götürdü ki, qızıma da deyirəm ki, qızım çox qəribə bir şeydir, onlardan qabaq mən həyəcanlıyam. O həyəcanı mən hər zaman tamaşa oynadığım vaxtı hiss eləmişəm. İnanırsınız, bir tamaşa olub ki, biz 2 il, 3 il repertuarda olub, onu oynamışıq. Amma hər dəfə də səhnəyə çıxanda o həyəcan məni boğurdu ki, həyəcan olmalıdır, o məsuliyyətdir. İndinin özünəcən Allaha çox şükür məclislərimiz var. Məclisə gedəndə menecerlərimdən bir həyəcan tutur məni, bədənimi əsir. Deyir, Kərim bəy, nə olub? Deyirəm ki, necə olacaq, toya giririk, hansı bölgənin cəmatıdır, necə başlayaq, nətər eləyək. Deyir, siz deyir, artıq 30 ilə yaxındır, deyir, toy idarə edirsiniz. Siz hələ də deyir, həyəcanı istəyirəm. Axı, bu insanlarla görüşə gedirsən, sən həm də tanımadığın insanlardır. 400-500 insanla qarşılaşmağa gedirsən və tanımırsan, nə olacaq, hansı musiqiləri ifa etmək lazım ki, hər şey gözəl olsun. O birinci çıxışa kimidir, hansı ki, əl və mikrofonu götürüb oxuyanacandır. Ondan sonra rahat olur. Bir də ki, insanı gözəl qarşılayanda artıq sən bilirsən ki, vəssalam, bu məclis sənin məclisindir. Təbii ki, söhbətlərimiz davam edəcək, amma balaca reklamlarımız var. Dostlar, ayrılmışsınız, reklamlardan sonra bir yerdəyik. Mega Show Kərimlə. Reklamlar bitti dostlar. Seyrə davam, yenə də birlikdəyik və kanalı dəyişmirsiniz. Hamı MTV-yə köklənir. Ona görə ki, burada çox maraqlı qonaqlarımız var. Maraqlı söhbətlərimiz olacaq. Baxın, bizi izləyin. Və telefonlar hamısı qeyd olunur. Aşağıdan kimin bizim qonaqlarımıza ürək sözləri varsa, utanmadan, çəkinmədən zəng edin. Qonaqlarımızla, bizim bura təşrif buyurmuş qonaqlarımızla birbaşa təmas qurun və kiminsə ürəyində təbriki varsa, buyurun zəng edin, təbriklərə biz də qoşulaq, biz də təbrik edək. Danışaq nədən? Rəisim, büyük kitablarla gəlmişsiniz. Məzahir bəy, yenə də istərdim ki, Məzahir bəy çox yaxın planda göstərəsiniz. Məzahir bəy, biz o vaxt Məzahir bəyə familiyası Ağayev idi, indi də Ağayevdir. Sadəcə ləqəb olaraq Azər seçib. Azərin də, mən bilirəm ki, Azər onun evladıdır, oğludur və oğlunun adını özünə ləqəb kimi götürür. Kərim yadındadır da, Kərim onu əlindən tutub birinci sinifə aparıb. Bəli. Şəkilləri də var, mən çox təəssüf ki, şəkilləri gətirmədim, amma növbəti dəfə gətirəcəm. Azər də onu Allah saxlasın, indi Azər bəs böyük bir oğlandır, bu gün sabahda ki, yəni toyu olacaq, inşallah ki, toyunda da iştirak edəcək. İnşallah, inşallah. Məzahir bəyin 2 evladı var idi, bir qız balası var idi, bir oğul balası. İkisini də məktəbə mən aparırdım, mən gətirdim. Yalnız mənə həvalə olunurdu, mənə inam var idi, etibar var idi. Mən ümumiyyətlə 2000-ci ili bütün başdan ayağa Cənub zonasında keçirmişəm, Lənkəranda keçirmişəm və sərhəd qoşunlarının əskəri olmuşam. Və mənim rəisim Məzahir Ağayev olub və mən Cənub zonasını ona görə də sevirəm. Və mən üçün bütün bölgələrimiz əzizdir, doğmadır, hamısına da böyük sayğım, hörmətim var, amma mənim elə bir anımda ki, mənim Talış cəmaatı, Cənub cəmaatı məni balaları kimi baxdılar. Biz hər zaman məzuniyyətə çıxanda bir günlük məzuniyyətimiz oldu, ya rəisimlə harasa gedirdiksə. Harada ki, məni əskər formasındaydım, yəni başımda papağım əskər formasında gedirdim. Və o Talış anaları var, o Cənub zonasının Talış anaları, onların başına dönüm. Haçan görürdülər məni, harada görürdülər məni, tanımırlar, əskərəm, tanımırlar. Amma məni görən ki, mənim askər balam, bura gəl hədə. Tanışların mərd ürəyi. Vallahi billahi deyirəm, ona görə sevirəm o zonanı, Masallı, Lənkəran, Astara. Ölürəm sizdən ötəri. Amma onu da deyim ki, bizim xalqımız ümumiyyətlə 44 günlük müharibədə gördünüz də. Yəni mən onda bir daha tanıdım xalqımızı. Xalqımızın yəni insanları, əskərləri sevirlər ümumiyyətlə. Təbii ki, o öz yerində. Onu mən ki, əskər olanda harda qulluq eləmişəm. Əlbəttə ki, sən oranı qeyd edirsən, təbii ki. 18 yaşım var, atadan, anadan uzaq.
gəlmisən Lənkərana, hələ o vaxta kimi mən Lənkəran görməmişdim, yalan nə danışım və gəlirəm Lənkərana düşürəm. Mənim əlimə. Hə, və çox xoşbəxtəm ki, Bəli. mənim rəisim Məzahir Ağayev olur. Yəni mən çox qəddar adamın əlinə düşmürəm, incəsənət adamının əlinə düşürəm və o da bizə bir balası kimi qayğı göstərir və bizi qoruyur. Hər zaman öz əskərlərini elə qoruyur ki, yəni mən orada bizim çastımız doğrudan da çox gözəl çastımız olub, amma mənim rəisim kimi rəis olmayıb orada. Yəni bunu tam Allah kömək olsun, balalarının qabağına çıxsın. hissəmiz doğrudan Təşəkkür gözəl edirəm, hərbi çox. hissə idi. Dəniz qırağında əla, hər şeyimiz əla idi. Amma mənim rəisim kimi, bunu sidq ürəklə deyirəm, rəis yox idi orada. Yəni doğrudan da Nə gözəl. əsl bilirsiniz, sənətkar haçan olursan, sənin sənətinlə sənin xasiyyətin ikisi də bir yerdə ali dərəcədə olanda sən sənətkar olursan. O vaxt sənətkar olur. Əgər sənin sənətin ali dərəcədədirsə, insanlığın yoxdursa, sənin sənətkarlığın da gözünə girsin, görsənmir. Aynen. Aynen. Və mən rəisimin həm belə deyər də ifası, onun musiqiyə, mədəniyyətə olan töhfələri, bu hamısı öz yerində. Amma insanlığı da o ilə bərabər olanda mənim rəisim o vaxt mənim üçün sənətkar idi. Və mən ona sənətkar kimi baxırdım. İşində, bizi ilə davranışında, münasibətində hər zaman bizi elə qorudu ki, yəni mənim əskərlərimə heç kim söz deyə bilməz. Əskər, bəli. Mən açığı deyim, həqiqətən də, yəni çox indi ətrafımızda kişi xeylaqları, sənət adamları çoxdur da, hamı, çoxsu əskərlikdə olublar. Amma mən bax, sidq ürəklə deyirəm, mən hələ bu cür həqiqətən də isti münasibət görməmişəm. Siz bilirsiniz də, mən Allah qırmızı sizi adamam daim da. mehriban eləsin. Mən o qədər qırmızı adamam ki, Allah çox şükür bütün respublikada məni belə tanıyır da. Yəni mən bir dənə çəpə olsa, yəni bir dənə nəysə olsa, mən onu nə düz varsa onu dilə gətirirəm. Düz budur. Və ona görə də mənim rəisim Məzahir Ağayev mənim sənətimin ölməyinə imkan vermədi. Əksinə, mənim sənətimi qaldırdı. Məni daim dedi işlə, çalış. Biz o qədər teatrlar qururduq orada. Teatrlar qururduq, konsertlər keçirdirdik. Bəli. Hərbi hissələrdə konsertlərə gedirdik biz. Bax, ona görə də onu cəmaət tanıdı. Biz dram teatrda böyük səhnələrdə konsertlər verirdik. O vaxtı mən də oxuyurdum, hərbi vətənpərvərlik mövzusunda. Bəzən həm solini oxuyurdu, həm xorda oxuyurdu, həm bir yerdə duet şəklində oxuyurduq. Yəni çox tamaşalar göstərirdik. Biz sizdə Tamaşalar. tamaşalar göstərmişdik. Uşaqlıqdan şansın Allah'ın gətirdi. olsun, Zolaq Bir dəfə ağa. yadım. Bizim tamaşalarımız olub. İnanın ki, o kadrlar var, rəisimdə var, o kasetdə var. Yəni, bilirsiniz daha o bir tamaşalar var idi. Çox maraqlı tamaşalar göstərdi. Siz fikirləşin ki, Lənkəran TV, regional TV var idi da. Oranın mən xalq artisti idim. Bəli, həmişə İnşallah oradaydı. şansın gətirib də, nə Və istəyirsən? mən ona görə də mənim sənətimin ölməməyinə və sənətimin daim üzərində çalışmağıma mənim rəisim Allah imkan kömək yarattı. Hər gün məşqimiz var idi bizim. Hər gün səhnədə, yəni bizim hərbi hissənin səhnəsində, yəni orada klubun səhnəsində məşqlərimiz idi. Tamaşalar oynanılırdı və Kərimin məşqləri və Kərimlə yanaşı bir neçə bizim əskərlərimiz vardı ki, oxuyurdular. Onların məşqlərini keçirdirdik. Yəni növbəti konsertə hazırlaşırdıq. Yəni şükür olsun Allah, hər ay bizdə nə olur? Tədbirlər olur Bəli, da. hər ay Həmən bu tədbiri hazırlayıb tədbiri başa çatdırırdıq. Növbəti tədbirə biz hazırlaşırdıq. Həm də biz onunla bərabər biz Duxavoy orkestr. Bəli. Biz o Nəfəs nəfəs orkestri. alətlərində, mən nəfəs alətlərində orada rəisim mənə. Bəli, Dedi, öyrənməlisən, sən bunu ifa eləməlisən və öyrəndim də. Bəli. İnanın, yəni bildiyiniz, yəni mən orada məktəb gördüm. Ona görə də Cənub zonası, Masallı, Lənkəran, Astara zonası. Mən sizi sevirəm. Millət Təşəkkür olaraq edirəm. sizi sevirəm. Çox sağ olun. Allah sizi var eləsin. Amin, Siz amin. mənə orada atasızlıq, anasızlığı yaşatmadınız. Siz mənim kimi əskərləri hər zaman əlinizdə saxladınız. Və ona görə də mən o zonaya gedəndə elə bilirəm ki, ata yurduma gedirəm. Və Bəli, and olsun belədir, Allaha və belədir, mənim toy dəvətlərim də o zonadan daha çoxdur. Və bilmirəm ki, orada böyümüşəm, orada əskəri çəkmişəm, ona görədirmi, bilmirəm.
qanımız bir-birimizə istidir oranın cəmaatı ilə. Bilmirəm. Yəni oranın cəmaatı mən onları necə sevirəmsə, o sevgini necə onlara ötürürəmsə, cənub zonasına. Ümumiyyətlə o zona çox mehriban zonadır əslində. Çox. Mən də məsələn o vaxtlar hələ uşaq idim, toylara oradan başlamışam. Lənkəran zonasında. O qədər mehriban. Özü də millət olaraq toyda belə çevik olmağı xoşlayırlar da, pozitiv olmağı xoşlayırlar ki, müğənni oynasın. Hə. Allah sizləri qorusun, yaxşı ki varımızsınız. Sizi bax buradan qucaq dolusu, öpücüklər göndərirəm cənub sağ ol. zonası. Allah balalarına həmişə toy qismət eləsin. Biz də gələk oxuyaq Kərimlə. iştirak eləyək. Amin, Rəisim, inşallah. kitabda və mahnı sözlər haqqında danışaq. Bu kitablarla Danışaq. təşrif buyurmusunuz, şeirlərinizlə. Deməli, mən qoy olar şeiri deyim. Buyurun. Ondan sonra davam Təbii ki, edeyim. buyurun. Bu şeiri mənə bir insanın talehindən yazılıb. Yəni bu olan bir şeydir. O talehdən yazılan bir şeirdir. Danışarıq ahaqda. Deyir mənim həyatımı zülmə döndərən. Mənim həyatımı zülmə döndərən. İçini qurd yemiş tamahkarsan sən. Sakit ocağıma dərdi göndərən, gözləri kör olmuş zülümkarsan sən. İçində o qədər qəzəb yatıb ki, içində o qədər qəzəb yatıb ki, sayı bilinməyən günahkarsan sən. Nəfsimə hesabsız zəhər qatıb ki, gözləri kör olmuş zülümkarsan sən. Fitnə fəsadların inan ki çoxdur. Fitnə fəsadların inan ki çoxdur. Olub keçənlərdən xəbərdarsan sən. Qəlbində bir qram mərhəmət yoxdur. Gözləri kör olmuş zülümkarsan sən. Çox zalım qəddarsan, qəlbin qaradır. Çox zalım qəddarsan, qəlbin qaradır. İşıqlı dünyada hələ ki varsan. Sənin yaşamağın qəlbə yaradır. Gözləri kör olmuş zülümkarsan sən. Paramparça etdin arzularımı. Paramparça etdin arzularımı. Boğazda ilişən bir qubarsan sən. Yarımçıq saxladın duyğularımı. Gözləri kör olmuş zülümkarsan sən. Gözləri kör olmuş zülümkarsan sən. Təşəkkür edirik rəis. Bu necə oldu, yarandı bu şeir? Deməli, bir ailə dramıdır bu. Bir ailə dramıdır. Yəni, bir yalan üstündə, heç nə olmadan, yalan üstündə, yəni yalandan xəbər verilən şəxsin yəni kəlməsi üstündə 20 illik ailə dağıldı. Nə qədər qadın nə qədər əlləşdisə, dedisə, yəni düz deyir də. Yəni sən fikirləşdiyin şeylər yoxdur. Əldə sübut da yoxdur. Yəni heç bir şey yoxdur. Kişi nastırını, yəni öz dediyində qaldı. O kişi özü də Rusiyaya gedib gələn idi. Sual yaranırdı. Sən özün Rusiyaya gedib gələnsən, sənin haqqında nə dedilərsə, bu xanım inanmadı. Bəs necə oldu ki, sən inandın? O xanım həyatını danışdı. Dedi, mənə indi düşmən kimi baxır, düşmən mövqeyindədir, elə belə. Mənə bir şey, bu mövzuda mənə bir şey lazımdır. Mən də bax, bu mövzuda yazdım. Çox gözəl Çox da xoşuna gəldi. Və Mən onu başa düşürəm ki, kişinin
Mən elə başa düşürəm ki, deyəsən elə kişinin ürəyindən idi o yalan. Elə səbəb axtarırdı ki, ayrılmağa. Bəlkə Elə də. başa düşürəm də. Bəlkə də, bəli. Qadınlar daha etibarlı olurlar da, lap çox. Qadınlar çox etibarlı olurlar. Valla belə götürəndə hər iki tərəfdə olur. Mən deməzdim bir tərəflidir. Amma fikirlə ki, sən bunu atıb gedirsən. Bu iki uşaqla qalır. Sənin yolu gözləyir və yalandan sənə nəsə də xəbər verirlərsə, səni araşdırma aparmadan bir hansı bir gəlib nöqtəyə gəlib çıxırsan, o da düzgün deyil. Mənim fikrimcə belədir. Mərd mazarlarla doludur. Siz də çox yanıqlısınız deyəsən bu mövzuda. Amma ay Hətta Kərim, doludur. belə deyək də, bu yaxınlarda mənim şeirlərimə, yəni bir antologiya kitabında gələcəyə doğru bir onda mənim şeirlərim yer aldı. Gələcəyə doğru Antologiya. antologiya. Bax, mənim rəisimin burada artıq şeirləri var, çıxıb. Bir də Bir də deməli Lənkəranımızda mən buradan Yazıçılar Birliyinin belə götürək sədri, Lənkəran bölməsi üzrə sədri Qafar müəllim Cəfərlini ürəkdən salamlayıram. Mənim ümumiyyətlə poeziyada mənə dəstək olan, mənim ustadım olan, mənə hər zaman bütün bilmədiyim işləri, bilmədiyim şeyləri mənə düzgün istiqamətləndirən bizim dəyərli qəzəlxan şairimiz tanıyırsan, Ziyafət Yəhya. bəli, tanıyıram. Böyük ustaddır. Bəli. Ziyafət Yəhyanı ürəkdən salamlayıram. Salam olsun. Bax, mənim burada Şəfəq jurnalı bizim regionun jurnalıdır. Amma belə deyərdim, heç bir regionda yoxdur bu jurnaldan. Bax, Şəfəq jurnalı. Bunu təsis ediblər. Mən buradan təsisçilərdən Ağamir Cavada, yəni sonra Qafar Cəfərliyə və digər bizim dəyərli, burada bizim daha bir şairimiz var. O da şair qəzal, çox gözəl şair qəzəlxandır. Bax, onun da Məmməd Əvəzoğlu, onun da dəstəyi mənə çox olub, çox sağ olsunlar. Buradan ümumiyyətlə Cənub bölgəsində fəaliyyət göstərən bütün poeziya yazarları, bütün qəzəlxanları, şairləri ürəkdən salamlayıram. Və təbii ki, bugün mən buradayamsa, bugün mən burada şeir dedimsə, mən ona deyim ki, Ziyafət Yəhyanın, şair Ziyafət Yəhyanın deyərdim ki, onun gücünə, onun hesabına. Çünki hər bir işdə gərək düzgün istiqamət tutasan. Yəni, şeir yazmaq asan bir şey deyil. Birinci içdən gəlməlidir. Amma onu da həm fikir olaraq gərək fikrini cəmləyəsən, həm onun hecalarını düzgün qoyasan, qafiyəsi düzgün gəlir. Yəni, bunlar hamısı hansı vəzində olacaq şeir, yəni onu bilməlisən. Bunları hamısı mənə Ziyafət Yəhya öyrədir. Təşəkkür edirəm mən sizə, bu yolu, istiqaməti göstərən insanlara. Sevdə xanım, yeniliklərdən nə var Sevdə xanım? Yeniliklər heç Nə iş görürük, nə mahnı yazdırırıq, Mahnılar, o qədər mahnılar göndəriblər mənə. Belə canlandıra bilməm hələ ki. İstəyirəm onları belə oxuyum, üzə çıxardım, amma içimdən hələ elə bir şey gəlmir. Yəni, başqa fikirlərim var, başqa problemlərim var deyənə içimə o şeylər gəlmir ki, durum mahnı oxuyum. Amma mahnılar çoxdur, onları ərsəyə gətirmək lazımdır, yəni, inşallah. bilirəm ki, siz elə bir ifaçısınız ki, siz mahnısız qala bilmərsiniz. Əslində qala bilmərəm, əlbəttə ki. Və siz... Yazırram belə yazırram, toylar üçün yazırram, amma səhnənki bir başqadır, toylarınki bir başqadır. Təbii ki. Və inşallah ki, o ilham da gələr. İnşallah. Belə günü-gündən də maşallah gözəlləşirsiniz. Gözəl görsənməliyik də əslində. İnsanlar bizim ixtiyarımız yoxdur ki, çirkin görsənək məncə. Siz çirkin deyirsiniz, çox gözəl. Sağ ol canım mənim üçün, gözləriniz gözəl görür. Hələ mənim üzüm operasiya olunub təbii ki, amma hələ oturmuyub. Biraz işlər var, İnşallah onlar da oturacaqlar. Yəni, əvvəl belə deyildi. İndi bilirəm ki, arxayınam özümə, ona görə efirə çıxa bilirəm. O iş mütləq şəkildə gedəcək. Maşallah, həmişə gözəl olub. Yox, hər zaman. Hər zaman gözəl olmuşsunuz da. Yəni, heç ehtiyac yoxdur, indi efirə çıxa bilərəm. Ondan qabaq da maşallah olsun, həmişə gözəl olub. Bir musiqi alaq mı dostlar? Hazırıq mı? Yoxsa reklamlara giririk?
Sona xanımdan mı alaq? Sona xanım, sizdən bir dənə gözəl musiqi alaq. Sizin icazənizlə. Ay, icazə mən sizindir. müğənnilərin yanında Buyurun, aktiv buyurun. salonum Siz nə var. danışırsınız? Buyurun. Koşa çınarlar şahit oldular bizim bu ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim bu ilk eşkimize. Koşa çınarlar şahit oldular bizim bu ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim bu ilk eşkimize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Koşa çınarlar şahit oldular bizim bu ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim bu ilk eşkimize. Aylı gecede yanan ulduzlar sevinirdi sevgimize. Akan bulaklar, esen yarpaklar həsəd aparırdı bize. Aylı gecede yanan ulduzlar sevinirdi sevgimize. Akan bulaklar, esen yarpaklar həsəd aparırdı bize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Koşa çınarlar şahit oldular bizim bu ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim bu ilk eşkimize. Herkes bir yana, sense bir yana. Herkes bir yana, sense bir yana. Benim hayatım Leyli, Aleyli Leyli Leyli. Saldı çöllere Leyli. Sensiz hayatım olar benim qəmbəzdə. Aleyli Leyli Leyli. Saldı çöllere Leyli. Aleyli Leyli Leyli. Saldı çöllere Leyli. Aleyli Leyli Leyli. Sensiz hayatım olar benim qəmbəzdə. Aleyli Leyli Leyli. Saldı çöllere Leyli. Neylədisə yar elədi. Mən nə dinəydim nədir eşq. Para para par elədi. Qəlbimi gör neylədi eşq. Eşq elə bir qüvvədir ki, eşq elə həngamədir ki, eşqə düşənlər dedi ki, bu sən düşən eşq nədir ki, eşq. Amma bu dəfə istədim ayrı bir aləm istedim. Olmuya başqa məqsədim, deyim gülüm və rəqs edim eşq. Mega Show Kerim'le. Ready to attack now, pulling the parking lot, go with the lockdown. Convicts got the whole thing packed now. Step in the club, the wardrobe intact now. I feel it gone and crack now. Ooh, I see it gone. Reklamlar bitti, yeniden bir yerdəyik. İndi ən əsas an, məqam gəldi, çatdı. Görək burada sıralanma necə olacaq? Bu artıq bizim verişin bir qayda qanunudur. Hazırsınız dostlar?
Sevda xanım. Ay Sevda xanım. Hayca. Mən sizə sənətçi dostlarımızın adını çəkəcəm. Sıralanmanı sizə ixtiyar düşür. Mən nə Sıralanmaq. Seçəcəksiniz. Burada sırf sənət rol oynamır. Burada münasibət, doğmalıq, hər şey rol oynayır. Yəni sırf sənəti fikirləşib ondan artıqdır, bu bundan əksidir yox. Münasibət var, doğmalıq var. Yəni hər şeyi nəzərə almaq şərti ilə. Almaz Ələsgərli yoxsa Nüşabə Ələsgərli? İkisi də çox yaxınam. Valla ikisi də əzizdir mənim üçün. Ya mən seçməyək də, mən ikisi də əzizdir. Almaz Ələsgəri yoxsa Nüşabə Ələsgərli? Valla ikisi də əzizdir. Bir nəfər. Deyə Yəni bilmərəm. Ürəyim gəlməz ki. Olmadı ki belə. Yaxşı, Almaz Ələsgəri yoxsa Almaz Saraylı? Ələsgər. Almaz Saraylı da yaxşı, gözəl xanımdır, amma Almaz Saraylı Almaz Ələsgərli mənə yaxındır. Almaz Ələsgərli yoxsa Elistar Cəmilə? Elistar Cəmilələr çox istəyirəm, amma yaxın, o qədər yaxın deyilik. Təbii ki, Almaz Ələsgərli. Almaz Ələsgərli yoxsa Mətanət İskəndərli? Mətanəti də çox istəyirəm. Gözəl xanımdır, əla xanımdır, amma yenə Almaz Ələsgərli Almaz Ələsgərli yoxsa Mətanət Əsədova? Mətanət Əsədova da əla qızdır. Belə sənəti də, özü də, hər şey əladır. Yenə Ələsgərli. Almaz Ələsgərli yoxsa Rühəngiz Musəvi? Musəvini də çox istəyirəm həddindən artıq, amma Ələsgəri daha yaxındır. Almaz Ələsgərli yoxsa Rühəngiz Allahverdiyeva? Rühəngiz Allahverdiyev yaxında, Almaz Ələsgərli də yaxındır, bilmirəm. Demədə, ona görə ki, bilirsiniz, o elə bir münasibətdir ki, biz söhbət edirik, bir-birimizdən yaxınıq. Yəni, ayrı-seçkilik olmasın da. Burada ayrı-seçkilik yoxdur axı. Burada sadəcə, yəni deyirəm, burada hər bir doğmalığı nəzərə alırsan. Sırf ifadan getmir ki, o ondan asıl, bundan güclüdür. Yox. Burada bir barmaq söhbəti, bir düymə söhbəti ki, qarşıda olur. Hə, düymə söhbəti. Yəni doğmalı. Almaz Ələsgər. Almaz Ələsgər. Yəni bunu çox ciddiyə almayın. Yəni bu qədər dərinliyə getməyin. Almaz Ələsgəri yoxsa Firuzə İbadova? Firuzə İbadovanı dəhşət çox istəyirəm. Əla xanımdır, gözəl xanımdır. Amma Ələsgərindən daha yaxına. Almaz Ələsgəri yoxsa Təranə Qumral? Almaz Ələsgərli. Almaz Ələsgərli yoxsa Mənzurə Musayeva? Almaz Ələsgər. Və sonda Almaz Ələsgərli yoxsa Nüşabə Ələsgərli? İkisi də yox. Mən ayıramıram onları. Onları ayıramıram. Amma ona görə 40 ildir. Almaz Ələsgərli. Yox, Nüşabə də mənə çox yaxındır. Ona görə ki, biz bir kolleci qutarmışıq, muzikal işi qutarmışıq. Necə deyim ki, yox. Həm də Sumqayıtdan da Nüşabə Ələsgərli. Yəni Amma Almaz Ələsgərli. qoy olsun eybi. Nüşabə inciməz hər halda. Tamam. Sona xanım, sizə sual verəcəm. Bəli, buyurun. Elməddin bəy yoxsa Fərda? Məni də belə Bəli. seçim. Bu başdan deyirəm, mənim əzizlərim. Hamınız mənim üçün əzizsiz, hamınız mənim üçün doğmasız, hamınız mənim qəlbimdə bir nömrəsiz, mənim əzizlərim. Görün indi mənə necə... Vallahi hər ikisini də çox istəyirəm. Elməddini də çox istəyirəm, Fərdanı da çox istəyirəm. Mənim ürəklərimdir. Mən necə onların arasında seçim eləyəm? Elməddin bəy yoxsa Fərda? Burada seçim... Elməddindən də işbirliyim olub axı. Fərda ilə də bir yerdə tərəf müqabilə olmuşam. Ula nə deyim? Elə deməyim də nə olar? 5 saniyə vaxt var. 5 saniyə. Vaxtımız gedir. Fərda olsun, yaxşı. Fərda. Fərda yoxsa Müşfiq? Müşfiq. Müşfiq yoxsa Məcid? Müşfiq. Məcidi də çox istəyirəm. Hamısını çox istəyirəm, maşallah. Müşfiq yoxsa İslam? Müşfiq bağışda İslam. İslam yoxsa Elcan? İslam. Elcanı da çox istəyirəm. İslam yoxsa nə? Ülvi. Ülvi də canımız, ciyərimizdir axı. Ülvi də canımız, ciyərimizdir axı. Ülvi yaxşı. Ülvi yoxsa Nicat Rəhimov? Ülvi bağışda atam. Sənə izmiyyət eləyirəm. Dəyişirəm səni. Nicatımız gəlsin. Nicat Rəhimov yoxsa İlkin Müşkərli? Miskərli. Oy, mənim qılmanım. Niftullah. Öpürəm səni burada.
Qılman gəlsin. İlkin Miskərli. Miskərli, bəli. İlkin Miskərli yoxsa Ənvər? Ənvəri də buradan öpürəm, bağrıma basıram. Ənvəri də həqiqətən də çox istəyirəm. Ənvər üzrlü hesab elə də hamınız mənim üçün həqiqətən də çox yaxınsınız. Hətta Ənvər Maria obrazım üçün də xüsusi mənim üçün yazırdı. Təşəkkür edirəm. Bağışda da Niftulamdır da, olsun da Niftula, Miskərli. İlkin Miskərli. İlkin Miskərli yoxsa Azər Axşam? Aziko, səni çox istəyirəm. Sən mənim illərimin dostusan, atam. Allah səni hər zaman var eləsin. Amma yenə də qoy mənim Niftulam yerində qalsın da Miskərli. İlkin Miskərli. Təşəkkürümü bildiririk. Dostlar, şəkillər hazırdırmı? Yaxşı ki, düymə məsələsini dedin amma, düymə məsələsi. Yox, o siz yenə də deyirəm, biz burada sənət sırf sənət baxımından bu söhbəti Sənətdən gedir. sənət müqayisəsi getmir burada. Burada doğmalıq var. Burada həm söhbətliyi var, dərdləşmək var. Bu yəni bir düymə söhbəti yəni ki, odur ki, yəni sən mənə bu tərəfdən doğmasan. O baxımından söhbət gedir. Yəni burada sənətkarlıq, ay sən gözəl ifaçısan, bu zəif ifaçıdır. Yox, belə söhbət getmir Cəmal. Bizdə qalmaqalı yoxdur. Bizdə ancaq pozitivlik var. Hazırdırmı? Onu bir dənə rica edirəm bizə verəsiniz. Hə. Bu nəsə biraz da deyəsən. İndi məni bəcərmədi. Məsələ deyəsən qəlizləşir. Çox rica eləyərdim. Buyurardınız. Sevda xanım. Siz sənətçi, müğənni olduğunuza görə bu şəkilləri sizə veririk və bunları sıralanma ilə sıralayın. Hə. Bu kimdir? Xatundur. Hə. Bax belə formadır. Belə, Hə. Baxırsınız və sıralayırsınız. Amma çox baxımda. Yox, çox baxmayın, vaxtımızı azdır. Sıralayın. Ədalət. Belə baxım sonra da. 1, 2, 3, 4, 5, 6. Axı bilmirəm burada kim var sonra. Əb yox, siz indi beyninizdə hələ qoyun və hələ sıralayın. Belə baxım sonra. Yox, hələ olmaz. Yəni qayda var, qanun var. Buyurun. Mən üzr istəyirəm, əgər ki məndən inciyəcəksə, çox xahiş edirəm. İnciməyin, bu Kərimin işləri damısı. Əslində mənim də işlərimdir, bu bizim Yəni, bilmirəm burada kimlər var, ona görə, yəni, dönə-dönə, məni üzürlü sayın, dönə-dönə, bilmirəm necə olacaq, heç kim məndən inciməsin, yenə deyirəm, Kərimin işləri. Və vaxtımız məhduddur, oxumalıyıq hələ də. Yapışı, bu xatundur. Orada yapışan Xatun, neçənci sıra? Bir dəqiqə, tamam. Xatun, 2. Tamam. Sonra bunu tutun. Aha. Birdən, bilmirəm axı. Fərqi yoxdur. Gər hansına baxayım? Yox, olmaz elə baxmaq. Ədalət Şükürov. Ədalət Şükürov. 3-cü yer. Sonra 2. Çinarə, aparıcı, bəli. 4-cü yerdə, aha. Mən tanımadığım adamlar. Kim bu? Meyxanaçımızdır. Adı nə? Ruslan Müşfiqabad. Mən üzürlü sayısını yəni bilməmişdim. Yəni Efirə o qədər də baxmıram deyənə. hansı sıraya? 9. Tamam. Nazilə Səfəri 8-ci yer. Kim o? Fatimə, Göyçək Fatimə. Tamam. Bu oğlanın adı yadımdan çıxır. Ələkbərdir də, meyxanaçı Ələkbər. Ələkbər, Yasamallı. meyxanaçı. Aha. Mətanət Əsədova 1-ci yerdə. Nazənin. Nazəni. Görəsən bu kimdir? 6-cı yer və 5-ci yer. Baxacam. Yox, olmaz. Qayda qanunu pozmaq olmaz. Ay, Kərim. Aslında 6 ilə 5-in bir fərqi yoxdur. Hə, doğrudan fərqi yoxdur. Olsun. 5. Sərxan. Sərxan 6-cı yer. Sıralanma. Hə?
Yəqin ki, heç kim inciməz. Yox, Yəqin inciməsi ki, mən, bir şey də yoxdur. Yəni, mən Bu sizin- əvvəlcədən bilmirdim. Bu Əvvəlcədən sizin bilmirdim. seçiminizdir və siz belə bildiniz və belə gördünüz, belə də Allah hamısının canı sağ eləsin, işləri avanda olsun. Hamısını sevirəm və ruzları bol olsun, canları sağ olsun. Təşəkkür Mən edirəm. hər kəs haqqında yaxşı fikirdəyəm. Yəqin ki, bunu hamı bilir. Mən heç kimi heç vaxt pis niyyətlə belə eləmərəm. Sevda xanım, Hamını onda birinci yerdə əyləşməyək. görürəm. Hələ musiqimizlə davam eləyək. Hazırdır mı musiqimiz dostlar? Mahnımız gəlsin və Sevda xanımdan və bunu buradan yavaş-yavaş götürək. Sonra xama da verəksən onunla. Yox, sonra xanım, yox, bugün sizi ilə. Sen gönlümün sevinci, eşkimin öz adısan. Sen gönlümün sevinci, eşkimin öz adısan. Sen göylere ucalan, arzumun kanadısan. Sen göylere ucalan, arzumun kanadısan. Sen benim tenimde parlayan bir güneşsen. Sen benim tenimde parlayan bir güneşsen. Eşkimin yollarında güneş gibi yanırsan. 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 Gönlümü nurlandıran sadakatindir senin. Gönlümü nurlandıran sadakatindir senin. Beni hoşbəxt eyleyen məhəbbətindir senin. Beni hoşbəxt eyleyen məhəbbətindir senin. Sen benim talimde parlayan bir güneşsen. Sen benim talimde parlayan bir güneşsen. Eşkimin yollarında güneş gibi yanırsan. Eşkimin yollarında güneş gibi yanırsan. Eşkimin yollarında güneş gibi yanırsan. Eşkimin yollarında güneş gibi yanırsan.
yadımdan çıxdı. Məncə Ramiz Mirişlidir məncə. Ramiz Mirişli. Ramiz Mirişli olmalı. Məncə. Hə? Məncə. Ramiz Mirişli məncə. Ramiz Mirişli. Saatlar neçəni göstərir? 19:11. Mən istəyirdim ki, bir ev yiyəsi kimi mən də bir mahnımı təqdim edeyim. Mütləq. Əgər təbii ki, siz də icazənizlə. Mahnı 2 həftədə artıq təqdim olunub. YouTube kanalında artıq 1.500.000-dən çox baxış sayısı var. Və bugünkü gündə də artıq bir himn kimi ata, bala, ata və qızı arasında olan bir münasibətə bir himn kimi artıq müqayisə eləyirlər. Bu da məni sevindirir. Sözləri və musiqisi Murad Zeynalabdinə məxsusdur. Süni intellektdən çəkildi. Bu mənim ilk işimdir süni intellektdən. Dedim, çox maraqlı gəldi mənə və doğrudan da gözəl alınıb. Sizin də fikrinizi öyrənəcəyik. Xeyirli uğurlu olsun Kərim. Dostlar, əgər hazırdırsa, istəyərdim ki, elə bir yerdə izləyək. Oxudu da Kərim Abbasov. Buyurun. Təşəkkür ederim. Ürək qədər yaxın kəstir, yüz arzuya yox deyər, bir evlad toyu bəstir. Sənə 100 yol göstərdim, indi yolu özün aydınlat, məni sevincdən ağlat, bu nə qəribə həvəstir. Toyun mübarək qızım, ağlayan gözlərimdə sadəcə qürur var. Ay ömrümün şah əsəri, atalar məhz bugün əsil xoşbəxt olurlar. Hər zaman yanındaydım, indi də arxanda. Qızım, həyat yollarında sənə uğurlar. Toyun mübarək qızım, ağlayan gözlərimdə sadəcə qürur var. Ay ömrümün şah əsəri, atalar məhz bugün əsil xoşbəxt olurlar. Hər zaman yanındaydım, indi də arxanda. Qızım, həyat yollarında sənə uğurlar. Qızım, ağlayan gözlərimdə sadəcə qürur var. Ay ömrümün şah əsəri, atalar məhz bugün əsil xoşbəxt olurlar. Hər zaman yanındaydım, indi də arxanda. Qızım, həyat yollarında sənə uğurlar. Toyun mübarək qızım, ağlayan gözlərimdə sadəcə qürur var. Ay ömrümün şah əsəri, atalar məhz bugün əsil xoşbəxt olurlar. Hər zaman yanındaydım, indi də arxanda. Qızım, həyat yollarında sənə uğurlar. Toyun mübarək qızım. Bax belə. Allah bütün balalarımızı xoşbəxt eləsin. Canım, niyə kövrəldin ürək? Sənin qızın məclisində inşallah oxuyaq bunu. İnşallah. Niyə görə mən icazə verirsənsə, elə sənin efir vasitəndən kişilərə səslənim ki, mən özüm atasız böyümüşəm və qızımı da atasız böyüdürəm. Mən atalara səslənirəm ki, qızlarınızı atasız qoymayın. Ən azından, bax, belə günlərdə qızların atalara çox ehtiyacı var. Allah qızımı xoşbəxtlərin xoşbəxt Qızlarınızı eləsin. qoruyun. Daim qızlarınızın yanında olun. Ömrüm, Allah sənin qızımı xoşbəxt eləsin. Allah sənə
Sağ ol. Ömür versin. Sağ ol. Allah sənin gül balanı xoşbəxt eləsin. Allah qızını xoşbəxt eləsin. Kərim, klarnet kimidir? Mən də ağlamaq istəyirəm. Məni də ağlamaq tutdu. Allah bütün qızlarımızı xoşbəxt eləsinlər. Sənin qızlarını. Sona xanım, əgər mən burada kövrəldimsə, xanımlar artıq doğrudan da çox kövrək, çox gözəl. Allah bütün balaları saxlasın. Amin, Allah amin. bütün evladları saxlasın. Amma necə ki siz qızınızı çox istəyirsiniz. Mən də qızımı çox sevirəm. Çox istəyirəm. Allah var eləsin. Oğlum bir yana, amma Qızım, Atalar qız başqa aləmdir. Mən buradan qucaq dolu salamlarımı göndərirəm ailəmə, uşaqlarıma, qızıma xüsusi olaraq və Tofiqin qızı Aytac xanıma, bax Tofiqin ailəsinə. Onlar da səni çox istəyirlər. Salamlarımı çatdırıram. Allah bütün balaları qorusun. Allah bütün subay oğul qızlarımıza Allah toy qismət eləsin. Amin. Kərim, klarnet kimidir? Necə? Klarnet. Klarnet bilmirəm, aranjmançı Fərid ağadır. O düzüb qoşub bunun hamısını. Qəşəng, çox qəşəng İfada çox gözəldir. Şeirimiz varmı? İfa, sözlər, musiqi. Can, çox sağ olun. Təşəkkür edirəm. Məzar bəy sizdən bir şeir alaq. Bağışda da. Siz bağış. Şov verilişdə kövrək. Şeir mövzu nədir şeirdə? Sevgi. Sevgi. Qızımın taleyindən seviləsən, quzum. Amin Allah balalarımızdan sevinək. Musiqi uşaqlar, çox rica edirəm. İnan ki əvəzin yoxdur könlümdə. İnan ki əvəzin yoxdur könlümdə. Kövrək ürəyimin məlhəm yerisən. Bölünməz qürursan bu pak könlümdə, sən mənim qəlbimi sevən birisən. Ruhum öz meylini sənə salıbdır. Ruhum öz meylini sənə salıbdır. Qızıl gül ətrini səndən alıbdır. Mələklər seyrinə heyran qalıbdır. Sən mənim qəlbimi sevən birisən. Hara ayaq atsam yerin görünür. Hara ayaq atsam yerin görünür. Keçdiyim yolların sevgi izisən. Ürəyim hər zaman sənlə döyünür. Sən mənim qəlbimi sevən birisən. Ən uca zirvədə ikimiz birik. Ən uca zirvədə ikimiz birik. Xoşbəxtlik yazılan sözün özüsən. Bizə aid olan deyilməz sirik. Sən mənim qəlbimi sevən birisən. Görməsəm üzünü çəkirəm zülüm. Sən axı gözümün görən gözüsən. Çoxları bilməyir sirrini gülüm, sən mənim qəlbimi sevən birisən. Sən mənim qəlbimi sevən birisən. Təşəkkür edirik rəis. Belə şeirlərimiz, gözəl şeirlərimiz bol olsun. Allah sizə daha da bundan gözəl ilhamlar versin. Mövzularınız, şeir mövzularınız daha gözəl olsun, bol olsun, bərəkətli olsun. Biz də baxaq və oradan bir musiqi dünyaya gəlsin. Mən də rəisimin bir şeirini oxuyum da, nə olar ki? Olar, niyə ki? Bax, haradasa var da bir 500-ə yaxın şeir var da. Aha. İndi mən onlardan sevgiyə aid sənə göndərəcəm hər hansı bir. Tamam. Birini seç, nə olar? Mənim də sözlərimi bir mahnı oxu. Tamam, sevə-sevə. Qoy bu da olsun səndən mənə hədiyyə, məndən də sənə hədiyyə. Sağ ol, təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Sona xanım, ümumiyyətlə bu ifaçılıq fəaliyyəti, müğənnilik fəaliyyəti, bu sizdə elə çoxdan anadan gəlmə var idi, yoxsa birdən-birə yarandı? Yox, İncəsənət Universitetindən elə. İncəsənət Universitetindən. İncəsənətə qəbul olduğum vaxtlardan, elə o vaxtlardan da oxuyuram.
Amma hər zaman da deyirəm, yəni məni toylarda da, el məclislərində də təqdim eləyəndə deyirəm, xahiş edirəm məni aktrisa müğənni təqdim eləyin ki, sizi kimi müğənnilərin qarşısında, yəni ki, mən özümə müğənni demək... İndi bir elə müğənnilər var ki, siz onun qabağında at oynadırsınız. Yox, ola bilər. Elə müğənnilər var, elə məsələn. ola bilər, amma... Hörmət saxlamaq yaxşı şeydir də. Səni kimi müğənnilərin qurbansız Amma mən siz hər dəfə mənim qarşıma TikTokda, Instagramda çıxanda... Görün, nə gözəl insandır ki, hörmət saxlamaq istəyir. Yəni, indikilərdə eləsi var ki, saxlamaq istəmir o hörməti. İndikilərdə tərbiyə qalmayıb. Bizim vaxtımızda nə var isə böyük, kiçik, qabiliyyət qanacaq, böyük gələndə ayağa dur, söz verilməyəndə danışma. Utanırdıq. Amma indi gəlirlər, elə girirlər içəri ki, sadəcə elə başa düşürsən ki, sən təzə gəlmirsən bu sənətə, bunlar yox. Çünki yəni belə baxanda mənim əsl sənətim, mən dram kino aktyorluğu bitirmişəm də. Ona görə də mən necə deyə bilərəm ki, mənə birbaşa müğənni deyin. Düzdür, fərdi dərsləri almışam. Bizim xalq artistimiz Nativan xanım Şeyxovanı da elə buradan salamlayıram. Allah can sağlığı versin. Amma ki, mən yenə də sizi kimi müğənnilərin qarşısında hər zamanda deyirəm. Çox təvəzzükarsınız. Məni yox, həqiqətən. Aktrisa müğənni deyin ki, çünki müğənnilərin mən... Onlarla bir pillədə... Söhbətimiz davam edəcək. Amma balaca bir reklamımız var. Reklamlardan sonra bir yerdəyik. Dostlar, bizi çevirməyin, dəyişdirməyin. Bir yerdə olaq. Mega Show Kərimlə.
Sevda Kazımova, təşəkkür edirik gözəl ifanıza Sağ ol, görə. çox sağ ol. Bu ifa, yalan olmasın bu ifanın bir 20 yaşı varmı? Bəlkə də çox. 20 olar, olar. Abanın vaxtında, Hə, Abanın Abanın vaxt görsən yadımdadır. Yəni Maşallah, Aba. Hətta mən bu ifanı mən Sevda xanımın ifasını da görüb sevmişəm. Və sonra mən də onu oxudum. Hətta biz Sevda xanımla biraz da bir atışdıq da telefonda. Bəli, olub bizə də belə bir şey. Əslində mən sevindim ki, sən oxumusan. Çox qıran. Amma biz bu mahnını mən sizin ifanızda sevmişəm. Sağ ol, Allah Bunu siz çıxartdınız, siz gündəmə gətirdiniz hələ aba, 20 il bəlkə də çoxdur. Çoxdur, 20 ildən də çox ola bilər bu mahnının. Aba kanalı məni çox sevirdi. Bilmirdim niyə ki sevirdilər məni, o bilmirəm. Heç oranın müdiriyyətini də tanımırdım qəti surətdə. Sadəcə harda olurdum, onlar deyərdilər məni çəkirdilər. Amma bilmirəm niyə, nədən, hamı mənə zəng Bəlkə gözəl insan idiniz ona görə. Bəlkə də bilmirəm. Bəlkə də yox, hələdir. Siz yeganə insan oldunuz ki, hər zaman o ifaçının adı gələndə siz göz yaşı tökdünüz. Hər zaman o ifaçının adı gələndə siz onun adını elə qürurla, elə fəxrlə çəkdiniz ki, onun itkisi hamımıza pis təsir elədi. Amma siz onu tam başqa cür yaşadınız. Siz necə sadiq dost olduğunuzu, necə gözəl insan olduğunuzu onda bir daha təsdiq elədiniz. Siz hər zaman onun, nə bilim, mən sizə onda valeh oldum ki, siz necə gözəl insansınız. Çox sağ ol Kərim. Yəni insan gözəl insan olmalıdır. Biz bu dünyada niyə yaşayırıq ki? Yəni insan dostunu unutmaz. İnsan sevgi ilə dostu elə sevmək lazımdır ki, doğrudan sevmək lazımdır dostu. Amma indiki zamanda görürsən ki, o insanlar çaşırlar, insanlar bir-birinə qarşı düz hərəkət eləmirlər. Bunları yaşaya-yaşaya gəlirik. Siz doğrudan da dost canlı oldunuz. Söhbət müğənni Aslandan gedir. Aslanın itkisi doğrudan da hamımıza çox pis təsir elədi və mən... Faciə oldu, faciə. Faciə oldu, doğrudan faciə oldu. Və Aslanı hamımız yad elədik. Bəli. Amma siz tam başqa cür yad eləyirdiniz. Sizin çox gözəl dostluq münasibətiniz var idi. Və mən istəyərdim ki, bir kadrlar gəlsin, o kadrları izləyək. Biz Aslanın ziyarət elədik, onun qəbrini. Allah qəni-qəni rəhmət eləsin. Dostlar, Kərim, çox sağ ol. Həmin gün özdə bir yerdə idi. Allah Aslana doğrudan qəni-qəni rəhmət eləsin. Aslan başqa cür bir ifaçı idi. Çox pozitiv bir oğlan idi. Deyib gülməyi sevən idi. Və doğrudan da Aslan dünyasını tərk eləyəndə, dünyasını dəyişəndə biz hamımız şokdaydık. Şokda. Yəni yeri elə görsənir ki, yəni deyirsiniz ki, dost olmuşam. Bilmirəm, dost olmuşam, qardaş olmuşam, bilmirəm necə olub ki, o mənim qəlbim elə girib. Yəni hara gedirdi, istəyirdim mən onunla gedim. Əl çəkmirdi məndən, gedirdi, seva gedək, gəlirdi bizə. Bir-iki gün məni görməyəndə başına hava gəlirdi. Yəni o elə dostluq başqa cürdür. Sonra mən eşidirdim ki, mənə haqqda elə gözəl sözlər danışır, başqa yerlərdə danışır. Yəni o mənim dünyamda bir başqa cür adam idi. Mən bilirdim ki, o məni çox istəyir. Mən onu bilirəm ki, o mənə indi istəməsini dəhşət çox istəyir. O istəməsəydi, mənimlə elə bağlı olmazdı, yəni. Heç yuxularınıza gəlirmi Sevda xanım? Bir 2 ay bundan qabaq gəlmişdi. Az gəlir əslində, amma 2 ay bundan qabaq mən qaçıram, o qaçır, mən qaçıram, o qaçır onda. Mən qaçıram, o məndən qaçır. Onun yanına getmək istəyirəm. Deyirəm, Aslan, bir diyanda bir söhbət eləyək də, bir diyanda. Deyir ki, Seva, bir dəqiqədən indi görüşəcək. Bir də getdi belədir. Seva, hər şeyə görə çox sağ ol. Yəni, yaxınlaşmadı mənə nəsə. Amma həmişə istəyirəm ki, yuxumda görüm. Darıxıram. Ondan ötürü çox darıxıram. Bilirsən, necə darıxdırıcıdır.
Yəni Hərdən zaman baxıram divanaza da deyirəm, dünənləri kimsə danışdı onunla mənə. Dedim, necə danışdınsa elə bildim divanda oturub. Yəni, o qədər canlıdır o mənim üçün. Mənim üçün ölməyib ki Aslan. Aslan var. Aslan doğrudan yaxşı oğlan idi, çox gözəl də ifaçı idi. Allah qəni-qəni rəhmət eləsin. Sadəcə sizin nə qədər dostluğa dəyər verməyiniz mənim gözümün önündən keçdi. Siz nə qədər dosta sadiq olduğunuzu Çox sağ ol, və necə içdən bu mövzuya yanaşmağınız mənə həmişə gözümün qabağında olub və hər zaman da demişəm ki, Sevda xanım dostluğa başqa cür insan idi. Çox sağ ol. Çox başqa cür insandır. Mən istəyərdim ki, hamının mənə kimi dostu olsun. Doğrudan istəyərdim ki, hamının mənə kimi dostu olsun. Yəni, çox arzulayıram ki, insanların dostları bir-birinə qarşı belə çox mərd olsunlar. Mərd. Can. Yəni, mərdlik gözəl bir şeydir. İstəməzdik sizi kövrəldək. Heç istəməzdik Sevda xanım. Amma mən bilirəm ki, əgər mövzu Aslandırsa, orada Sevda xanım kövrəlməməyi, yəni bu qeyri-mümkündür və istəməzdim bu qəmli notlara toxunaq və mən istəyərdim ki, hər zaman, hər həftə bir sənətkarımızı qəbrini ziyarət etmək istəyirəm. Fərqi yoxdur, müğənnidir, aktyordur, aktrisadır, fərqi yoxdur. Ona görə ki, onlar bizim sənətkarlarımız olub, onları ziyarət etmək lazımdır. Və bunu mən bir özümə bir incə sənət xadimi kimi, bir sənətçi kimi elə bir ki, özümə borc bilirəm. Allah sənə qorusun. Və ona görə hər dəfə istəyirəm, fərqi yoxdur, Bakıda bastırıblar, rayonlarımızda bastırıblar, fərq eləmir. Mən istəyirəm zaman ayırmaq və hər həftədə onların birini ziyarət etmək və bu haqda mən istəyərdim ki, bütün bizi izləyənlər də görsün. Ona görə ki, sənətkarları unutmaq olmaz. Onlar Azərbaycan mədəniyyətinə çox böyük bəxşlər veriblər. Və o bəxşlərlə ki, biz böyümüşük, qidalanmışıq, istər musiqilər olsun, istər teatrlar olsun, istər televiziya, kinolar olsun, fərq eləmir. Biz sənətimizi, sənətkarımızı sevməliyik, dəyər verməliyik. Bu bizim borcumuzdur. Mən sənətçi olaraq bunu özümə borc bilirəm. Və mən bunu da həyata keçirmək istəyirəm. Çox gözəl bir addımdır həqiqətən. Bir insanın sağlığında qiymət vermək bir başqa bir şeydir. Amma insan dünyasını dəyişəndən sonra tez unudulur. Və istəyərdim ki, bunu daim biz də... İnanın ki, onun ruhu o qədər şad olur ki, yəni o efiri o qədər sevirdi, mahnıları o qədər sevirdi. O daima təlaşlı idi ki, mahnılar yazdırsın, oxusun. Və o qədər onun ruhu, mən elə duyuram da, elə duyuram ki, məsələn, o mənə dedi ki, Sevə, hər şeyə görə çox sağ ol. Mən duydum ki, o bilir ki, mənə bir braslet də veriblər, həmişə onu taxıram, belə üstündə Aslan yazılıb. Yəni, o kim onun adını çəkirsə efirdə, deməli, onun ruhu oradadır. İnanın ki, mən elə bilirəm ki, Aslanın ruhu gəzir. Aslanı bəlkə də yox, elədir. Sizdən çox bəlkə də onu adını çəkən yoxdur. Ailə üzvlərindən danışmıram, sənət dünyasından danışıram. Və ki, sizin qədər onu ikinci sevən, içdən sevən bəlkə də insan mən. Biz hamımız onu çox istəyirdik, amma siz onu tam fərqli istəyirdiniz. Bəli. Yəni, mən bunun şahidi olmuşam, canlı da şahid olmuşam, dünyasını dəyişəndən sonra da şahid oldum ki, siz çox gözəl insansınız. Sağ ol, Kərim. Allah sizi qorusun. Dəyərinə görə sənə Allah sizin balalarınızı saxlasın. hədiyyə versin. Allah sənin. Və sizin kimi dostlar hər kəsə qismət olsun. Amin. Təbii ki. Amin. Çox olaydı elə. Valla. Kaş çox olaydı həqiqətən də vəfalı dostlar. Çünki bəzən həyatın belə qəribə bir aksiyoması var ki, bir insana sidqürə ilə yanaşırsan, əks tərəfdən onu görmürsən və təəssüflər olsun. Çox vaxtı elə olur. Çoxdur hələ. Bəli. Çoxdur hələ və bu ilə tez-tez də üzləşirik və dostluqda xəyanət, dostluqda səndən istifadə və bu biz siz nələr gördüm, nələr sevirəm ki, hamımız da başına gəlib, hamımız da bunu görmüşük və insan öz dost tayını tapanda, istəyir sevgidə, istəyir dostluqda tapanda insan o vaxt xoşbəxt olur. Xoşbəxt olur ki, hə, xanımımı tapdım, bu mənim həyatımın yoldaşıdır, bir də var dost. Dost. Baxın Kərim, mən elə bir şey xatırladım ki, məsələn, bir də görsən biz küsürdük bir-birimizdən, belə cüzi bir şey küsürdük. İndi bilirdin də Aslan xasiyyətini. Bəli. Birdən elə söz dedik ki, dedim, Aslan bu nə sözdür? Nəsə küsürdük.
Mən gedirdim harasa, ucu məni axtarır. Kiməsə zəng edir ki, gör hardadır, mən ora gedim, bax belə. İnanın o qədər. Yəni mən bunu necə unuda bilərəm? O mənsiz qala bilmirdi ki, o sevda hardadsa mən də orada olurum. Siz onu çox yad elədiyinizə görə də o sizin yuxularınıza gəlir. Hə. Siz onu çox yad eləyirsiniz. Çox həddindən artıq çox yad edirəm. Ona görə də o sizə gəlir, təşəkkür edir. Hə. Ona görə ki, mən bir dini xadimlə söhbət elədim. Dedi ki, bəs ölülərin ruhu hər zaman deyir, bizlərin yanında olur, doğmalarının yanında olur. Biz onları görməsək də, onlar bizi görür və bilir, istədiyi, sevdiyi insanların yanında olur. Və siz onu çox yad etdiyinizə görə də o sizin yuxunuza gəlir və sizə təşəkkür edir. Biz də sizə təşəkkür edirik. Allah ona qəni rəhmət eləsin. Allah can sağlığı versin hamımıza. Allah sizə can sağlığı versin. Dostlar, bizim nə qədər zamanımız var? Məzay bəy, dostla əlaqəli bir şeiriniz varmı sizin? Dostla bağlı. Dostla bağlı var, amma Mikrofon. dostla bağlı varımdır. Mən o harca qısa bir şeirdir, amma mən bir şey demək istəyirdim. Bayaq belə bir söhbət yəni burada söhbət oldu. Yəni kimlənsə ayrılsan da ona əlvida demək ki, yenidən onsuz da gələcəksən, barışacaqsan. Mən istəyirdim həmin o əlvida şeirini deyim, əlvida demə şeirini deyim. Sonra da o həmən dalacada onu deyirəm. Olar. Nəzərdə. Deyir, üz-üzə gəlsək də biz danışmadıq. Üz-üzə gəlsək də biz danışmadıq. Hərdən naz etsən də tez barışmadıq. Kimsənin işinə heç qarışmadıq. Sən də ayrılanda əlvida demə. Onsuz da gözlərim heç kimi görmür. Onsuz da gözlərim heç kimi görmür. Gözlərim gülsə də ürəyim gülmür. Bizim bu ayrılıq çox uzun sürmür. Sən də ayrılanda əlvida demə. Gəlməsəm gündüzüm gecə olacaq. Həsrətdən, hicrandan üzüm solacaq. Bilmirəm. Bilmirəm heç yerin necə olacaq. Sən də ayrılanda əlvida demə. Səni unutmağım asan gəlməsin. Səni unutmağım asan gəlməsin. İçimdə yanğını kimsə bilməsin. Düşdüyüm bu hala heç kim düşməsin. Sən də ayrılanda əlvida demə. Bilirəm sən mənsiz darıxacaqsan. Bilirəm sən mənsiz darıxacaqsan. Sonu nə olsa da qayıdacaqsan. Geriyə dönəndə sarılacaqsan. Sən də ayrılanda əlvida demə. Sən də ayrılanda əlvida demə. Təşəkkür edirik. Kərim, neçə dost itirdim. Can. Ölən oldu, qalan oldu. Elə bir dost itirdim ki, bütün dostlar yalan oldu. Deyir, dostluq keçməz günlərim. Dostluq keçməz günlərim bir adətdir bu məndə. Çiçəklənər günlərim dostlar qapımdan girəndə. Şərbət dolu sözümə, qüvvət gəlir dizimə, dünya gülür üzümə. Dostlar qapımdan girəndə. Deyir, yeyiləndə çörəyin, kama yetir ürəyin. Gülür, arzum, diləyim. Kərim, dostlar qapımdan girəndə. Dostlar qapımdan girəndə. Bugün sənin qapına gəlmişik. Can, xoş gəlmişsiniz. Ümumiyyətlə, dost mövzusu hamımız üçün, belə deyək də, yaralı bir mövzudur. Ona görə ki, dostluqlardan o qədər yarımadıq ki, o qədər Kərim, Secaya da bölünmür. Kərim, dostdan söhbət getdisə, qoy, bax, dost o deməkdir. Mənim bir dostum var, özü də sənətkardır. Məni oradan Cəllabaddan gəldi Lənkərana, Lənkərandan götürdü, gətirdi bura.
Özü də qalıb qıraqdadır, gözləyir. Bundan sonra sabah başqa bir kanalda bir yerdəyik. Dostlar Bax, varsa dost ömür odur. həyatdır doğrudan da yəni. Mən Ömür həyatdır. mən ömür o maraqlıdır. dostuma, Görüşürsən, nə Bəli. gözəl darıxmırsan. o dostuma, dostlar mənim varsa- Rəsul dostuma salamlarımı buradan belə çatdırıram. Dostunuz varmı? Və bir də dostum var, İbrahim dostuma. Aha. Ona Lənkərandan salamlarımızı bizim çatdırın. zabit dostumuzdur. Bax ona da Sizin dostunuz kimdir? salamlarımı göndərirəm. Mənim belə deyəydim, mən buradan əslində istəyirəm Səidə Dadaşovanı. Dostunuz. Mənim Şiraslan Gürsəsli bacımdır. Hə. Yoldaşı qardaşımdır, qardaşım olsun. Sonra Orxan, bilirsiniz, Bəli, bəli. Bahar xanımın Bəli. meneceridir hal-hazırda. Onu da buradan öpürəm, bağrıma basıram. Çox etibarlı insanlardır. Çünki belə deyək də, mənim hər zaman yanımda olublar. Sevincli günümdə də yanımda olublar. Və ən əsası unutmaram, Allah cəmi dünyasını dəyişən analara qəni-qəni rəhmət eləsin. Qalanlara can sağlığı. Mənim anam dünyasını dəyişəndə, çox sağ olun, cəmi ölənlərə rəhmət. Səidə həqiqətən də orada bacı kimi iştirak elədi, Maqa da qardaş kimi. Yəni mən bunları Allah yaxşı unuda bilmərəm dostlarımızdan həqiqətən də. Amma təbii ki, itirən dostlarım da var. Təbii. Hansıları üçün ki, canımı belə fəda vermişəm, mən onlara istifadəçi dost deyərdim. Çünki hər zaman məndən istifadə eləyiblər, amma bir dəfə mən ağız açmışam, görmüşəm. Yoxa çıxıblar. Yoxdur. Sevdə xanım, dostunuz varmı bugünkü gündə? Yox. Boy nə gözəl. Yox, bilirsiniz, yenə deyirəm, mən hamıya dostam. Amma bu yaxınlarda artıq mən belə hiss elədim ki, sənə yaxın heç kim yoxdur. Yaxın yoxdur. Yox. İnanın ki, yoxdur. Razıyam. Bax, and içərəm ki, yoxdur. Yəni, ona görə ki, mən canımı fəda eləmişəm. Qohum-əqrəbəyə də, dostlara da fəda eləmişəm. Mən yəni özüm hətta belə maşında belə gedəndə, tormuz verəndə belə o birisini qorumuşam ki, ona nəsə olar, məndən eybi yoxdur. Yəni, amma mənəvi də, maddi də, yəni hər şey eləmişəm hər kəs üçün. Amma xeyri yoxdur. Sevdə xanım, belə bir şey də var ki, dost, indi mən kişi nümayəndəsini götürürəm. Dost var, sonra qardaşlığa çevrilir. Bəli, bəli, əlbəttə ki. Bəli. Dost var, xanımlar üçün bacılığa çevrilir. Bəli, bəli. Bax, mənim həyatımda dostlar çoxdur, Bəli. tanışlar çoxdur. Amma həyatımda iki dostum var ki, hansı ki qardaşlığa çevrilib. Bəli. Ailə dostudur, ailə qardaş. Yəni bir gediş-gəlişimiz bir yerdə. Ona görə də mən bütün dostlara mənə qardaşlıq edən qardaşlar kimi qardaşlıq arzu edirəm. Mənim də dostlarıma Allah Mənə qorusun. icazə verirsinizsə, Sağ. mən demək istəyirəm, Allah hamının balasını saxlasın. Bizim elə əsl dostlarımız, Balalarımız əsl da. sirdaşlarımız, əsl bizi sevindirən, belə onlarla fəxr edən bizim balalarımızdır. Mənim də Allah əziz onları dostlarım, qorusun. şən musiqi oxuyacağam. Mən sizə bir daha sonsuz təşəkkürümü bildirəm gəlişiniz üçün. Çox zövq aldım. Danışdıq, dərdləşdik, musiqilərimizi dinlədik, şeirlərinizi dinlədik. Təşəkkür edirəm. Və mənim də Allah, iki dostum var mənim də. Onlar ikisi də mənimlə çalışırlar. O da oradan da bir Allah mehriban çalışıb. eləsin. Sonra bizim qardaşlığımıza döndü bizim münasibətimiz. Allah onları mənə çox görməsin. Amin. Çox istədim Allahdan. Allah iki dənə mənə dost yetirdi. Hansı ki, belə qılınc kimi, belə gözəl. düz dost Nə gözəl. yetirdi mənə. Allah onları O da qorusun. sənin Arazımı, bəxtinə gəldi Rusifimi. yəqin ki, hamıya Yaxşı qismət ki, varmısınız, sizi sevirəm. Və bir şən musiqi gəlsin, şən musiqi bu ab-havadan çıxaq. Əziz bizi izləyən tamaşaçılar, sizi çox istəyirəm. Yaxşı ki, varmısınız. Sabah eyni vaxtda görüşmək ümidi ilə sizi ilə sağollaşıram. Allah sizləri qorusun, Allah bizləri qorusun. Və bir gözəl pozitiv musiqi ilə rakkaçka, rakkaçka. Bağa girdim üzümə, dikan battı dizimə, əyildim çıxartmağa, yar sataşdı gözümə. Bağa girdim üzümə, dikan battı dizimə, əyildim çıxartmağa, yar sataşdı gözümə. Ay qız heyranın oğlan, oğlan ceyranın oğlan.
sallam. Gələrsən qadan allam, gedərsən yola sallam. Daş attım yara değdi, elim divara değdi, dilim ağzım kurusun ne dedim yara değdi. Daş attım yara değdi, elim divara değdi, dilim ağzım kurusun ne dedim yara değdi. Ay kız heyranın ollam, oğlan ceyranın ollam, hey, hey, hey. Ay kız heyranın ollam, oğlan balam balam. Gələrsən qadan allam, gedərsən yola sallam. Qalarsan qadan allam, gedərsən yola sallam. Hay dişlerin ikidendir, güldendir incidendir. Dişlerin ikidendir, güldendir incidendir. Özün əcəm gözəlsən, dilin canı ikidendir. Özün əcəm gözəlsən, dilin canı ikidendir. İncidendir, incidendir, dilin canı ikidendir. İncidendir, incidendir, dilin canı ikidendir. 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 Heyvan gülü olaydı, gözüm böyle olaydı. Eyvan gülü olaydı, gözüm böyle olaydı. Kaşkı sevdiğim güzel, şirin dilli olaydı. Kaşkı sevdiğim güzel, şirin dilli olaydı. Şirin dilli, şirin dilli, şirin dilli olaydı. Şirin dilli, şirin dilli, şirin dilli olaydı. Dilin canı incidenidi. Dilin canı incidenidi. Dilin canı incidendi. Senin dilin canı incidendi. Qarabağ da bizimdi, Şuşa Laçın bizimdi, Ağdam da bizimdi, Füzuli de bizimdi, bizimdi, Şemkir de bizimdi, Şiştepe de bizimdi, ay bizimdi, Qazaq Gəncə bizimdi, gözəl Şəki bizimdi. Naxçıvan da bizimdi, Ələnkəran da bizimdi, Astara da bizimdi, Masallı da bizimdi, bizimdi, Xızız Yəzən bizimdi, Quba Qusar bizimdi, ay bizimdi, Şirvan Muğam bizimdi, Abşeron da bizimdi, Doğma Bakım bizimdi, Gözəl Bakım bizimdi, Ana Bəhən bizimdi, Azərbaycan bizimdi. Mega Show Kerim'le.